Hər birinizə Rəbbin lütfu olsun, hər birinizi Rəbbin sevgisi ilə salamlayıram. Qoy Rəbbin sakitliyi, rahatlığı, sevgisi üzərinizdə olsun bugün. Bugün sizinlə bölüşəcəyim mövzu keçən dəfəki mövzunun davamıdır. Yada salmaq istəyirdim biraz. 2 Peter 1-ci fəsil 7-ci ayədən biz baxacağıq. Və biz keçən dəfə biraz danışdıq Allahın bizim üçün verdiyi ilahi dəyərlərdən və bugün onları biraz davam edəcəyik və bunun nə üçün bizdə olduğu, niyə biz bunu yaşatmalıyıq, o haqda danışacağıq. Və istərdim Peterə 2-ci məktub 1-ci fəsil 7-ci ayədən sizlər üçün oxuyum. Möminliyinizə qardaşlıq sevgisi və qardaşlıq sevgisinə məhəbbət əlavə edin. Çünki əgər bunlar sizdə varsa və artırsa, sizi Rəbbimiz İsa Məsihi tanımaqda fəaliyyətsiz və səmərəsiz olmaqdan qoruyacaq. Bunlar kimdə yoxdursa o kordur, uzağı görə bilməz və əvvəlki günahlarından təmizləndiyini unutmuşdur. Beləliklə, ey qardaşlar, çağırıldığınızı və seçildiyinizi təsdiq etmək üçün daha da səy göstərin. Çünki əgər bunu etsəniz, heç vaxt büdrəməzsiniz. Beləcə, Rəbbimiz və xilaskarımız İsa Məsihin əbədi padşahlığına girmək səlahiyyəti sizə bol-bol ehsan ediləcək. Buna görə də bunları biləsiniz və sahib olduğunuz həqiqətdə möhkəm durasınız da, daim bunları sizə xatırladıram. Bu bədəndə yaşadığım müddətdə xatırlatmaqda sizi oyandırmağı doğru hesab edirəm. Çünki Rəbbimiz İsa Məsihin mənə bildirdiyi kimi, bu bədəndən ayrılmağımın yaxın olduğunu bilirəm. Buna görə də çalışıram ki, mən bu dünyada köçəndən sonra da siz bunları həmişə yada salasınız. Həqiqətən də Peterin bu sözləri çox ruhlandırıcı və eləcə də bizə bir çox həqiqətləri göstərən fikirlərdir. Və biz görürük ki, burada bunun əvvəlində ona demişdi, imana alicənablığınıza nəfsə hakim olmaq, nəfsə hakim olmağa dözüm, dözümə möminlik, möminliyə qardaş sevgisi, qardaş sevgisinə isə məhəbbət əlavə edin. Qardaş sevgisi. Düzdür, burada bacılara da aiddir, yəni özünüzü kənara çəkməyin. Yəni ümumiyyətlə ailədə olan qardaş-bacı sevgisindən gedir söhbət. Amma əslində qardaş sevgisi sözü orijinal mətndə belə keçir. Filadelfiya. Və hətta biz Və kitabını oxuyanda biz görürük ki, orada belə bir şəhər də var idi. Və kitabında həvari Yəhya 7 kilsəyə məktub yazır. O kilsələrdən birinin adı Filadelfiya idi. Şəhərin adı Filadelfiya idi. Və o şəhəri bir hökmdar öz qardaşı üçün tikmişdi və ona görə belə bir adı qoymuşdu. Və hətta biz bilirik ki, Amerika Birləşmiş Ştatlarında hətta belə bir adda şəhər də var. Belə bir şəhər də var. Qardaşımız deyir, sushi də var. Belə bir şəhər də var və bilirsiniz, o şəhərin əsasını bir İngilis imamlı qoyub. William Penn adında bir imamlı. Məqsədi bilirsiniz nə idi? Avropada 15-16-cı əsrdə Məsihin sözlərinə görə yaşayan imanlılar təqib olunurdu, öldürülürdü, üstlərinə şər atılırdı və yaxud böyük problemlər yaşayırdılar. Və o şəhəri qurmuşdu ki, oradan qaçan imanlılar gəlsin orada sakitlik, dinclik, sevgi, bərabərlik və qardaş sevgisi tapsınlar. Bizim bir-birimizə olan qardaşlıq sevgimiz elə olmalıdır ki, insanlar gəlib aramızda o sakitliyi, o sevgini və o rahatlığı tapsınlar. Və müqəddəs kitabda əslində bu haqda çox danışılır. Rəbbimizin qoyduğu ən vacib dəyərlərdən biri budur, qardaşlıq sevgisi. Romalılarda yazılıb, qardaşlıq sevgisi ilə bir-birinizi sevin. Hörmət göstərməkdə bir-birinizi qabaqlayın.
1-ci Saloniklərdə yazılıb, qardaşlıq sevgisinə gəlincə, sizə yazmağa ehtiyac yoxdur. Çünki Allah bir-birinizi sevməyə öyrədib. İbranilər 13-də yazılıb, aranızda daima qardaşlıq sevgisi olsun. İsa Məsih çox vaxt bu haqda danışır. Nə üçün? Çünki vacib olan insanların ehtiyac duyduğu bir dəyər, sevgi və məhəbbətdir. Bəzən bunu insanlar qəbul etməsə də, dərk etməsə də, amma bu ən vacib dəyərlərdən biridir. Və bu dəyər olmadan nə qədər güclü imanlıyam desən, nə qədər savadlı imanlıyam desən, heç bir mənası yoxdur. 1 Korinfillər 13-cü fəsil, mən bunu oxumuram, amma demək olar hamımız o mətni bilirik. Hətta qədim imanlılar o mətni ilahi kimi oxuyurdular. İlk imanlılar sevginin hər şeydən üstün olduğunu göstərən bir mətindir. Və bilirsiniz bu harada yazılıb? Bu yazılıb Ənamlar yazılan Həvari Pavelin Ənamları yazdığı yerin düz tən ortasında. Bu onu göstərirdi ki, hansısa qabiliyyətlər, hansısa ənamlar əsas deyil. Əsas olan qardaşlıq sevgisi və sevgidir. Hansısa qabiliyyət və ənam imanlıda olub-olmaya bilər. Amma sevgi mütləq və vacibdir. Və bu bünövrədir. Əgər Məsihdə olan insanları birləşdirən qardaşlıq sevgisi yoxdursa, onda onları əslində heç nə birləşdirmir. Yəhya 13:35-də yazılıb. Əgər bir-birinizə məhəbbətiniz olsa, bütün insanlar biləcək ki, siz mənim şagirdlərimsiniz. Bizim İsa'nın şagirdləri olmağımız necə tanınacaq bir-birimizə sevgidən? Bu yeni bir əmrdir əslində. Heç bir dini təriqət və cərəyan İsa Məsih qədər və hətta İsa Məsihdə olan sevgidən artıq heç nə danışmır. Nə İsa Məsihdən əvvəl, nə İsa Məsihdən sonra heç bir kəs İsa Məsih danışdığı sevgidən danışmır. Və onun qədər belə danışmır. Əslində insanları İsa Məsihə gətirən nədir? Sevgi. Və İsa Məsihin sevgisini hiss edən və dərk edən insan İsa Məsihin ardınca gəlir. Biz isə bu sevgini daşıyanlarıq. Bilirsiniz, bu kilsəyə bura yaranandan onlarla insan gəlir. Və hətta tövbə ediblər çoxları. Amma bugün çoxu aramızda yoxdur. Çünki onlar İsa Məsihin sevgisini dərk edə bilməyiblər. Yoxsa onlar uzaqlaşmazdılar. Çünki İsa Məsihin sevgisini yaşayan və onu dərk edən insan heç vaxt ondan uzaqda qala bilməz. Bilirsiniz, başqaları danışdığı yollar həmişə qorxu, itaət, buna bənzər şeylərdir. Amma İsa Məsih bu haqda danışmır. O sevgidən danışır və Yəhya 13:34-də isə başqa bir söz deyir. Sizə yeni bir əmr verirəm. Bir-birinizi sevin. Bu, xahiş deyil, əzizlərim. Bu, yalvarış deyil ki, belə, xahiş edirəm, nə ola bilir, bizi sevin də. Bu əmirdir. Sevmək əmirdir. Qurban olaram, sev də qardaş, bu deyil. Və Məsihin ardınca gedən imanlının mütləq etməli olduğu şey
yaxınını, qardaşını, bacısını sevməkdir. Və 8-ci ayədə Peter deyir ki, çünki əgər bunlar sizdə varsa və artırsa, siz Rəbbimiz İsa Məsihi tanımaqda fəaliyyətsiz və səmərəsiz olmaqdan qoruyacaq. Bunlar kimdə yoxdursa, o kördür, uzağı görə bilməz, əvvəlki günahlardan təmizləndiyini unutmuşdur. Əgər bu sayılanlar bizdə varsa, artırsa, bu çox yaxşı bir şeydir. İstəyirəm bir anlıq dayanaq, əzizlərim. Hər birimiz həyatımızı düşünək və ölçək. Çünki burada əslində ölçməkdən söhbət gedir. Bunlar məndə var və artır. Çünki bunlardan asılıdır Məsih mənim üçün kimdir və mən Məsihi tanıyıram ya yox. Peter bunu pozitiv və negativ tərəflərini danışır. Varsa və artırsa o zaman mən bəhrəliyəm və faydalıyam. Yəni necə deyərlər, bizdə bir söz var, qısır deyiləm. Bu mənada keçir əslində. Demək, mən Məsihi tanımaqda böyüyürəm. Mən həyatıma fikir verməliyəm və insanları göz qarşıma gətirib düşünməliyəm. Mən onları sevirəm həqiqətən, yoxsa sevmirəm. Negativ tərəfi yoxdursa, kör kimi uzağı görə bilmirəm. Və unutmuşam ki, mənim Rəbb günahlarımı bağışlayıb və təmizləyib. Bir çox vaxt düşünür ki, bəzi insanlar bizim sevgimizə layiq deyil və yaxud onu sevmək mümkün deyil. Bu seviləsi biri deyil. Əslində bu belə deyil. Çünki əslində biz də belə olmuşuq, amma Rəbb bizi sevib. Biz də onun sevgisinə layiq olmamışıq və biz də seviləsi deyildik, amma bütün bunlara baxmayaraq İsa Məsih bizi sevib. Və bununla bizə demək istəyir ki, biz də sevməliyik. 1 Yahya 4-cü fəsildə yazılıb, biz sevirik çünki öncə o bizi sevdi. Kim mən Allahı sevirəm deyir, amma öz qardaşına nifrət edirsə, yalancıdır. Axı gördüyü qardaşını sevməyən, görmədiyi Allahı necə sevə bilər? Ayə çox açıqdır. Burada keçən nifrət sözü acığı gəlmək, xor baxmaq, alçaq görmək, gözü götürməmək, iyrənmək mənasındadır. Əgər mən gördüyümü sevə bilmirəmsə, görmədiyimi necə sevəcəm? Bu mümkün deyil. Heç kim bunu sübut edə bilməz ki, mən Allahımı, İsa Məsihi sevirəm, amma qardaş var ki, ondan diksinirəm və ya onu gözüm götürmür. Bunu heç kim mənə sübut eləyə bilməz. Heç kim deyə bilməz. Çünki o desə bunu, o insan yalancıdır. Çünki əgər mən gördüyüm insanı sevə bilmirəmsə, demək Allahı da sevmirəm. 10-cu ayəyə keçəndə isə deyir, beləliklə ey qardaşlar, çağırıldığınız və seçildiyinizi təsdiq etmək üçün daha çox səy göstərin. Çünki əgər bunu etsəniz, heç vaxt büdrəməzsiniz. Amma buradan ayəyə baxanda elə bir sanki Həvari Peter mövzunu dəyişir. Elə bir ki, çağırılmaqdan, seçilməkdən danışır. Mövzu qurtarmamış başqa bir mövzuya keçir. Əslində bu belə deyil. O demək istəyir ki, əgər biz çağırılıb seçilmişiksə, bunu təsdiq etməyə səy göstərməliyik. Əgər mən çağırılıb seçilmişəmsə, sevgi və məhəbbətdə yaşamaqla mən bunu təsdiq edirəm. Yox, əgər mən sevmirəmsə və qardaşlıq sevgisi və məhəbbət məndə yoxdursa, demək avtomatik olaraq mən nə çağırılmışam, nə də seçilmişəm. Çünki çağırılmış və seçilmiş Məsihin övladı öz qardaş və bacısını sevəndir. Sevməyən
özünü elə göstərir ki, qardaş bacıdır və yaxud özünü inandırır ki, bu belədir. Amma əslində bu belə deyil. Bu çox təhlükəlidir. Bu çox təhlükəlidir. Mən illərlə kilsədə olub, qardaş bacımdan acığım gəlirsə və ürəyimdə hansısa pis toxum saxlamışamsa, bu çox təhlükəli yoldur. Heç də yaxşı qurtarmaya bilər. Və seçildiyimi, Rəbbin övladı olduğumu mən bununla ölçürəm ki, qardaşımı və bacımı sevə bilirəmmi? Mənim hansısa qabiliyyətim və ya bacarığım və yaxud mənim ənamlarım bunun göstəricisi deyil. Mənim sevgim bunun göstəricisidir. Qəlbimizi hər an araşdırıb yoxlamalıyıq. Və bunu etsək, heç vaxt büdrəməyərik, deyir Peter. Necə əlimizdə telefonlarımız var və biz həftədə bir dəfə ya ayda bir dəfə bunları ən aşağısı lazım olmayan şəkilləri 20 dənə olan bir şəkildən çəkirik və yaxud xüsusi proqramlar var ki, artıq istifadə eləmirik, yaddaşına baxırıq, silirik. Bəzən nəyəsə baxanda artıq əski videolar, nələrsə gəlir, heç özümüz bilmədən yoxlayırıq, yaddaşını silirik, təmizləyirik. Ondan sonra telefon daha cəld işləyir, daha təmiz olur. Eləcə də biz belə eləməliyik. Bilmirəm, kimin üçün nə qədərdir? Hərə öz düşüncəsini və ürəyini hər gün yoxlamalıdır. Hansısa lazım olmayan ürəkdə yaranan, düşüncədə yaranan pis şeylər varsa, onları silməliyik. Bilirsiniz, zibil qutusuna telefonu atan kimi yox, geri dönməmək məqsədi ilə silməliyik. Bunları özümüzdə saxlamalı deyilik. Çünki onlar, necə o qalan artıq əski nələrsə sonra telefona ziyan verir, eləcə də bizim qəlbimizdə qalan, lazım olmayan nələrsə sonra bizim iman həyatımıza zərər yetirir. Və belə yaşayırıqsa, Peter deyir ki, sizin Rəbbin padşahlığına girmək səlahiyyəti daha bol verilir. Və 12-ci ayə. Ona görə bunları bilsəniz və sahib olduğunuz həqiqətlərə möhkəm dursanız da, daim bunları sizə xatırladıram. Bu bədəndə yaşadığım müddətdə xatırlatmaqda sizi oyandırmağı doğru hesab edirəm. Bəli, Peter burada bildirmək istəyir ki, əzizlərim, bilirəm ki, siz bunları bilirsiniz, bilirəm, unutmursunuz və Allah da sizi xatırladır, amma mən yenə də xatırlatmağı deyir, özümə borc bilirəm. Əslində, bu yaxşı bir yoldur. Rəbb bizə hər zaman bildiklərimizi xatırladır. O bizə nəsə yeni bir şey öyrətmir və biz burada təlim verəndə də nəsə xüsusi yeni belə bir açıqlamalar, vəhlər və yaxud görüntülər, nələrsə gətirmirik. Rəbbimizin 2000 əvvəl dediyini biz bir-birimizə xatırladırıq, yada salırıq, unutmayaq. Rəbb bizdən nə istəyir və nə edək? Peter bunu istəyirdi imanlıları hər zaman xatırlasın. Çünki biz çox vaxt yaxşı şeyləri tez unudan, pis şeyləri daha uzun müddət içimizdə saxlamağı bacaran insanlarıq, varlıqlarıq. Və Rəbb min illərlə dediyini bugün biz yenə də xatırlayırıq. Həqiqətin həmişə xatırlanmağa ehtiyacı var. Çünki imanlılar bunları tez unudurlar. Bunu Həvari Pavel də öz məktubunda deyir. Bunu Yahuda da deyir və bunu Peter də deyir. Bilirsiniz, təkrar olunan şeylər insanın yadında daha çox qalır. Oyaq olmaq üçün xatırlamaq və xatırlatmaq çox vacibdir. Peter bunları ona görə yazırdı ki, sabah o olmayanda onun təlim verdiyi, öyrətdiyi insanlar bu həqiqəti unutmasınlar. Və bugün bizim əlimizdə xatırlamaq üçün Allahın sözü var. Və biz həyatımıza diqqət edib düşünməliyik.
Bu söz bizim həyatımızın hansı yerindədir? Bu sözü biz hər gün açıb oxuyaraq Allahın dediklərini xatırlayıb onunla yaşayırıqmı? Yoxsa yox? Bilirsiniz, müqəddəs kitabda bir yer, hekayə var. 1 Şamuel 7:12. O ayəni oxumaq istərdim, yazıb. Sonra Şamuel bir daş götürüb Mispa ilə Şen arasına qoydu və Rəbb bizi buraya qədər kömək etdi deyərək bu daşı Even Ezer adlandırdı. İsrail xalqını çətin vaxtlarında Allah onlara qələbə verdi və qələbə qurtaranda Allahın köməyi qurtaran yerə hakim Şamuel daş qoyur və Even Ezer xatirə daşı adlandırır. Bundan sonra 1000 il keçsə də o daş orada olduğu müddətdə İsrail xalqı gələcəkdi, o daşı görəcəkdi və xatırlayacaq ki, Rəbb onlar üçün nələr edib, hansı çətin vəziyyətdə, hansı ölümlə qarşılaşında, çıxılmaz vəziyyətdə və zülüm içində olanda Rəbb onları keçirdi və o daş onlara bir xatirə idi. Və bugün bizim həyatımızda belə bir daş olmasa da, amma Allahın sözü bizə xatırladır ki, biz unutmayaq ki, 3 gün əvvəl Rəbb bizi ölümdən qurtarıb. Bugün ona minnətdar olaq. 5 il əvvəl Rəbb bizim həyatımızda elə bir möcüzə eləyib ki, bugün deməyək ki, Rəbb görəsən eləyə bilər, yoxsa yox. Bu xatirə və unutmamaq bizim üçün çox vacibdir. Və istəmirdi ki, həvari Peter, imanlılar bunu unutsun. 14-cü ayədə isə o deyir, çünki Rəbbimiz İsa Məsihin mənə bildirdiyi kimi, bu bədəndən ayrılmağımızın yaxın olduğunu bilirəm. Buna görə də çalışıram ki, mən bu dünyadan köçdükdən sonra siz bunları həmişə yada salasınız. Peter başa düşürdü ki, artıq sonu gəlib. Az qalıb. İsa Məsihlə canlı görüşəcək. Artıq 40 il keçmişdi üstündən. Təxminən. Deyilənlərə görə Peter bu məktubu yazanda Roma zindanında idi və 70-ə yaxın yaşı vardı. Ölümünü yaxınlaşmağını gözləyirdi. Roma imperatoru Neron həmin dövrdə məsihçiləri güclü təqib edirdi və zülm edərək öldürürdü. Bu haqda danışmayaq, amma filmlər, tarix araşdırsınız, görə bilərsiniz. Peter bu məktubu yazdıqdan qısa müddət sonra şəhid olaraq dünyasını dəyişdi. Rəvayətə görə onu çarmıxa çəkməyə aparanda o dedi ki, mən layiq deyiləm İsa Məsih kimi çarmıxa çəkilməyə. Məni başı aşağı çarmıxa çəkin. Və İsa Məsih, Peter bunu deyəndə İsa Məsih göyə qalxanda Peterlə görüşdə bu haqda ona demişdi. Onun ölümü haqqında. Peyğəmbərlik etmişdi. Biz bu yeri oxuduqca bir şey başa düşürəm ki, əslində biz qorxuruq bu haqda danışmağa. Bəzi xəstəliklər də var ki, biz onun adını çəkməyə necə qorxuruqsa, bəzən ölümdən də biz ölüm haqqında danışmağa da qorxuruq. Amma reallıq ondan ibarətdir ki, yaşımız nə olur olsun, bir gün biz o ölümlə qarşılaşacağıq. Amma çox istəyirəm ki, bir-birimizə həqiqətləri hər zaman xatırladaq və Peter kimi tez-tez bir-birimizə Rəbbin bizim hər birimizi, şəxsən mənim özümə də xatırlayım ki, nələr edib. Və əbədi olaraq İsa Məsihlə yaşamağa hazır olun. Qoy Rəbb sizə bu yolda xeyir-dua versin, addımlarınıza, həyat tərzinizə bərəkət versin. Amin.